Çox kritik vəziyyətdə idim, ağrılarım çox idi. Əməliyyata qədərki dövr xəstə üçün kifayət qədər ağrılı, kifayət qədər ağır keçdi. Təzyiqim sıfıra düşmüşdü. Qarın ortasının cırılmış anevrizması diaqnozu təsdiq olundu. Biz dərhal vaxt itirmədən konsilium keçirdik və açıq əməliyyat qərarı verildi. Xəstə 2016-cı ildə aortokoronar şuntlama əməliyyatı keçirmişdi və keçirdiyi infarkta bağlı olaraq ürəyinin gücü 30-35% kimi aşağı bir göstəricidə idi və bütün bunlar əməliyyatın riskini kifayət qədər yüksəldirdi. Xəstə artıq tam stabil vəziyyətdə qənaətbəxş formada yaxşılaşma ilə evə göndərildi.